Elə bil ta əvvəllərdən muğam oxuyanların ailəsi yəni heç vaxt sosiallaşmayıb deyə elə bir tamaşaçı belə öyrəşib, tamaşaçı da belə öyrəşib və axtarmırlar, araşdırmırlar. Biz nə qədər gizlətsək də elə istəyirlər, nəsə dartsınlar. Jurnalistlər də buna can atır, tamaşaçı da bunu istəyir. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Çox maraqlı bir sualdır. Muğam oxuyanların ailəsi niyə araşdırılmır? Bu suala mən cavab verim. Siz efirlərdə mini yubqada, açıq sinə dekaliteli, dalı silikonlu muğam ifaçısı xanım görmüsünüzmü? Birinci növbədə muğam oxuyan efirdə ədəbi ilə, geyimi ilə tanınır. Cüzlü musiqi zövqü və istedadı olur. Muğamın paçlığı, təmizliyi bu adamların ruhuna hopur. Aranjmanla qurbağa səsini bülbül səsinə çevirmək olur. Amma muğama fonoqrama və aranjman yaddır. Fərqiniz budur. İstənilən muğam ifaçısı estrada oxuya bilər. Amma hər estrada müğənnisi muğam oxuya bilməz. Çünki muğam texnika ilə, təhsillə, yox, yalnız istedadla bağlıdır. Muğamın sirrini ancaq musiqi təfəkkürü mükəmməl olanlar anlaya bilər. Bu təfəkkür sahiblərinin ailəsi niyə araşdırılmalıdır ki? Arif Babayev, Ağaxan Abdullayev kimi dahilərin, Zabit Nəbizadə kimi kişinin ailəsini araşdırsan nə taparsan ki? Tanıdığım üçün deyirəm, muğam ifaçısı, əməkdar artist Nuriyə Hüseynova. Qardaşı və qayını 1-ci Qarabağ döyüşçüsüdür. Tək oğlu 44 günlük müharibənin zabit iştirakçısıdır. Yeganə kürəkəni Şuşa zəfərinin memarlarındandır. Özü də 44 günlük müharibədə özüm şahidəm. Şəhid və qazi ailələrinə maddi və mənəvi yardım edən biridir. Ailəsində yüksək ailə dəyərlərindən başqa nə taparsan ki? Muğam ifaçılarında yüksək ailə dəyərləri, vətənə məhəbbət, sənətə sevgidən başqa heç nə tapmaq olmaz. İndi keçək sizləri niyə araşdırırlar? Çünki musiqi janrınız bəlli deyil. Efirlərdə əksər müğənnilər açıq-saçıqlığı, şəhvət hissini artıran dekaliteli geyim formasını təbliğ edir. Açıq-aşkar həci sponsor axtarışında olur bəziləri. Sən mənə Qurban Rəisin mahnısının ifaçısını ona görə araşdırırlar ki, görsünlər ətrafında başqa bir imkanlı rəisə bir gecəli qurban olacaq padruqası varmı? Yanıma gəlsən altı bazar ifası ilə trend videolar çəkənlər təbii ki araşdırılacaq ki, görsünlər o videodakı o ətcə balalar, otel istirahəti üçün altı vıxadnoyları boş olurmu? Daşa divarlara sarılmışam, maç-maç, quc-quc, darıxmışam mahnısının ifaçısı ona görə araşdırılır ki, görsünlər o ifaçını daşa divarlara sürtüşdürən o hissin adı nədir? O seksual hissi söndürmək üçün ona nə kömək lazımdır, nə qədər versən bəs edər, açım deyinmi hər şeyi? Ağzınızdan çıxan sözünüzə fikir verin. Bir də ki, niyə sizi araşdırırlar? Çünki görünən kəndə bələdçi lazım deyil.